Müslümlə Həbib ibn Məzahir dost idilər. İkisi də Küfədən gəlib qoşulmuşdu İmam Hüseynə, yaşlı insanlar idilər. Həbib lap yaşlı idi, Müslüm biraz ondan cavan idi. Müslümü yıxıblar atdan yerə, Həbib dostu da gəldi başının üstünə, dedi Müslüm, kaş bilirəm ki səndən sonra çox yaşamayacağım da, mən də birazdan şəhid olacağım. Amma çox yaşasaydım səndən deyərdim ki, Müslüm nə vəsiyyətin var, denən əməl eləyim. Amma səndən sonra yaşamayacağım deyənə mənasızdır da sənə deyim ki, nə vəsiyyətin var. Müslüm dedi, amma Həbib, vəsiyyətim var. Vəsiyyətim də budur ki, o kişini tək qoyma. İmam Hüseyni tək qoyma. Adam can verir, vəsiyyətinə var. Maraqlı deyil, Müslüm, mən deyərsən mən şəhid oldum, mənə tərif deyərsən, mənə o kişini tək qoyma, İmam Hüseyni tək qoyma. Nigarançılığım o kişidəndir, tək qalmasın ha Həbib. Ona görə də onların hamısını bir araya toplayan bir vahid hədəf var idi, Allah razılığı. Əgər onların niyyətində zərrə qədər olsun qarışıqlıq olsaydı, bugün biz onları yad eləmirdik, vallahi yad eləmirdik. Heç yadımıza düşmürdü, çoxdan unudulub getmişdilər. Allah razılığı üçün o qədər mətin və dönməz şəkildə o yoldan iş gördülər ki, Allah da Allah razılığı üçün iş görən insanların məhəbbətin 1000 illərdir, 100 illərdir insanların qəlbinə saldı.